Addım atılsın. Zəhmət olmasa ekranlarımızı bəyənək, canımızı paylaşaq, ətrafa baxışını bir daha vurğulayıram. Şəxsimi yaza bilərsiniz. Ətrafa baxışın qiymətini 4 qayıtdan 15 azini ilə. Kim istəyir ətrafa baxmaq direktəmə yaza bilər. Hər bir şey görürüm. Gedən geri getmək, doğadan tanıdığınızda, pastel bağlığı, hər bir şey görürüm və ödənişi ən sonda alırım. Leylan, buradasan? Çox sağ ol beni sevə görə. Kimdə varsa o beni sevdən daha çox yollasın. Xahiş edirəm hər kəsən. Hamında sonra bazardığım qədər baxasıyam. Troll OS4, vəfalı OS5 ayrı olanla vəfalının ayrı olacaq. Aha, baxaq ki, sizin ayrılığınız varmı? Oğlan niyə ev almaq niyyəti yoxdur ki? Kimin valideyni rəhmətə gedir? Sənin yoxsa onun? Boşluq enerjisi. Əlvarsınız siz. Ayrı olacaqmı? Bax, sentyabr ayına kimi artıq bu ailə vəziyyət, bu üstə konistəki yoxdur, söhbət bir yolu bitəcək. Amma sanki tərəflərdən biri narazıdır, yəni istəmir. Ekranımızı bəyənək, canımızı paylaşaq, ətrafa baxışını yenə şəxsə yaza bilərsiniz. Timur 32 Lami 25, sevgisi ciddidirmi? Timurun Lami 25'ə qarşı sevgisi ciddidirmi? Timurun valideyə qarşı sevgisi ciddidirmi? Aha, baxaq ki, Timurun sənə qarşı sevgisi ciddidirmi? Timurun valideyni xəstədir, səni ciddidirmi? Belə deyim də, sənə ay canım, ay cicim, ay ömrüm, nə bilim belə elə. Məsələn, bu tipli sözlər deyib, sənə manipulyasiya edib, sənin könlünü alır. Səni özünü inandırmağa çalışır. Sənə verdiyi vədlər olur, vədlər əsas boşdur. Sevgisi ciddidirmi? Sənin çox gözəl bir xarakterin var, insanlara güvənmirsən, insanlara tez bir zamanda etibar eləmirsən. 6-cı hissin sənin çox güclüdür. Öz hisslərinə hərəkət edirsən, ki, yaxdan yanılmırsan. Bir dəfə deyirsən yanılmırsan, amma yanılmırsan. Deyirsən, bu adamın mənə qarşı fikri ciddidirmi? Bu adamın sənə qarşı indi hal-hazırda fikri ciddi deyil. Gələcəyə doğru düşüncə tez amma dəyişir.